Sözlərim sərt səslənəcək, amma bəzən elə yeni rəhbərlər olur ki, ilk həftədən onların bacarıqsız olduğu açıq-aydın hər kəs tərəfindən görülür. Bəs hardan bilmək olar? Prioritetlərdən. İlk işi kabinetinə düzən vermək olur. Rəis işi budur da. Düzdür? İclas başlayır, o göz kontaktı qurmadan özünü itirərək hamını tənqid edir. Əvvəlki rəhbəri pisləyir. Sistemi tam dəyişəcəyəm deyir. Komandanı tanımadan, işi anlamadan qərar verir. O anda bil ki, bu adam idarə etməyə yox, nəzarət etməyə, buyruq icra etməyə gəlib. Yeni rəhbərlərin bacarıqsız olduğunu sübut edən başqa məqamlar da var. Onlardan danışım. Dinləmədən özü danışır. Yeni favoritlərini müəyyən edir. Kim kimin adamıdır, damğasını vurur. Komandanın təcrübəsini yox sayır. Əvvəlki rəhbəri tənqid etməklə özünü göstərmək istəyir. Qorxudan qərar verir, etimaddan yox. Və ən pisi, mən hər şeyi bilirəm havasını verir. Əsl rəhbər səs salmır. Dinləyir, müşahidə edir, sonra sistem qurur. Bilin ki, əgər yeni rəhbər ilk günlərdən hər kəsə kim olduğunu sübut etməyə çalışırsa, deməli o hələ özü də kim olduğunu bilmir. Bacarıqlı rəhbər sübut axtarmaz, nəticələri ilə danışar.